Ayşə müəllimə başlayaq sizlə. Bəli, mən başlayayım. Hə. Buyurun, birinci sualı oxuyaq. Deməli, birinci səyyah başlanğıc məntəqədən əvvəlcə cənub istiqamətində 5 kilometr, sonra isə 270 dərəcə azimutla daha 5 kilometr hərəkət etdi. Bir dəqiqə müəllimə. Demək, belə 5 kilometr, bu da 5 kilometr. O isə deyir ki, birinci səyyahın başladığı məntəqədən 7 kilometr, biraz uzun Əvvəlcə olmalıdır. gəldi 7 kilometr, Aha, sonra isə 0 dərəcə azimutla 8 kilometr hərəkət etmişdi yuxarı. aha. 0 dərəcədə 8 kilometr belə gedəcək. Bu Sonra 7 üçüncü kilometr, burası səyyah. 8. Aha. Üçüncü səyyah nə deyir? İkinci səyyahın çatdığı məntəqədən, Aha, yəni bura. yuxarıdan düşəcək aşağı tezdən. 13 kilometr cənuba, 180 dərəcəlik azimutla 13-5 kilometr, bu tam oldu. Aha. Sonra isə 7 kilometr şərqə. Bu da tam olacaq. 5, 2 də buradan Aha. 7 kilometr oldu. Şərqə getdi. Üçüncü səyyah, birinci və ikinci səyyahın hərəkətə başladığı məntəqəyə hansı azimutla gedər? Belə gedəcəksə 45 olar da mənim. Yox, bir dəqiqə, necə olacaq? Üçüncü səyyah hardan başlamışdı? Üçüncü səyyah yaşıldır. Yaşıldır. Yuxarıdan üz aşağı gələcək. Deməli, cənub-şərq istiqamətində 135. Nə deyir burada bizə? Deyir ki, üçüncü səyyah bir və ikinci səyyahın hərəkətə başladığı. İndi hərəkətə bu birinci səyyahın hərəkətə başladığı yerdir. Bu birdir. İkinci səyyah hansıdır? Göy rəngdə olan. Hələ bu da burdandır da. Oradan da üz aşağı gəlsək 135 dərəcə ilə gələcək. Cənub-şərq istiqamətində. Yəni buradan bura biz hansı azimutla getməliyik müəllimə? Buradan bura. Deyir ki, üçüncü səyyah bir ikinci hərəkətə başladığı məntəqə hansı azimutla gedir? Yəni buradan bu məntəqə 0 dərəcə azimut deyilmi müəllimə? Yox, müəllimə. Üçüncü səyyah yaşılla göyün birləşməsindən başlayıb. Elə başlamadı. Burada deyir ki, üçüncü səyyah, yəni bu yaşıl gəlib ha bura. Bir ikinci səyyahın hərəkətə başladığı məntəqə, yəni bura hansı azimutla gedər? Aşağıdan yuxarı. Mən yuxarıdan gəlirəm mən. O Yox, 8 ilə üçüncü səyyah burdadır. Birinci demir ki, onların hərəkəti başladığı yerdən nə qədər çıxar. Deyir ki, üçüncü səyyah, yəni gəlib burada qalıb ha. O birinci, ikinci səyyahın hərəkətə başladığı yerə necə gedir? Bu istiqamətdə, yəni 0 dərəcə azimutla gedəcək. Bəli, D variantı olacaq. Materiklərin ucqar nöqtələrindən şimal yarımkürəsində yerləşənləri seçək. Aha. Bir dəqiqə mən. Burada Qalinyas şimaldadır 1. Sonra Piyay şimaldadır. Gəlin deyək də Parinyas hansı ucqar nöqtədir? Hansı materikin hansı ucqar nöqtəsi? Parinyas Cənubi Amerikanın Peruda yerləşən Parinyas, bəli, ucqar qərb nöqtəsidir. Kolumbiyada Şimali Amerikanın şimal nöqtəsidir. Piyay Avrasiyanın cənubu, Piyay Malayziyada, o da yeni şimala düşəcək, ekvatordan yuxarıdadır. Mariato Şimali Amerikanın cənub ucqar nöqtəsi gedəcək. Bayron da olacaq Avstraliyanın şərq ucqar nöqtəsi, Cabo Branco da Braziliyada, bəli. Braziliyada şərq ucqar nöqtəsi. İndi müəllimə hansılar şimal yarımkürəsində yerləşəcək? Aha, deyim də mən. Deməli 2, 3, 4. Qalinyas, Kolumbiyada, Piyay, Malayziyada, bir də yerləşəcək 4 Mariato. Bilir ki, Avstraliyada Bayron, ümumiyyətlə Avstraliyanın ucqar nöqtələri hamısı cənubi yarımkürəsində, amma bir ucqar nöqtəsi tropik işıqlanma qurşağında, qalan ucqar nöqtələri isə mülayim işıqlanma qurşağında yerləşir. Bəli. Hə. Cavab Y variantı olacaq, bəli. Qalinyas, Piyay və Mariato burnu. Mariato burnu. Şimal yarımkürəsində. 3-ə baxaq. Yer kürəsi orbit müstəvisinə 63 dərəcə meyilli olsaydı, tropik işıqlanma qurşağının cənub sərhədi ilə cənub mülayim işıqlanma qurşağının cənub sərhədi arasındakı ən qısa məsafə 1/22.200.000 miqyaslı xəritədə neçə santimetr olardı? Aha. Deməli, yer kürəsi orbit müstəvisinə 63 olsa, 90-dan 63 çıxsaq, yerdə qalacaq 27-də. Deməli, tropiklər 27-dən keçir. Normalda 23.5-dən keçir, indi keçəcək 27-dən. Nə deyir burada? Qütb dairələri də 63-dən keçər. Düzdürmü? Aha, bəli. Bizə nə deyir? Tropik işıqlanma qurşağının cənub sərhədi ilə Tropik işıqlanma qurşağının cənub sərhədi olacaq 27 olur mənim burada. Məsələn, bu tropik işıqlanma qurşağıdır müəllimə. 27 ilə 27 arasında, yəni tropiklərin arası tropik işıqlanma qurşağı. Bunun cənub sərhədə düşür 27 cənubi enliyi, yəni 27. Sonra deyir ki, cənub mülayim işıqlanma qurşağının cənub sərhədi. Cənub mülayim bura baxmalıyıq. Cənub mülayim buradır. Cənub sərhədi də 90 götürəcəyik. Demək, cənub mülayim işıqlanma qurşağı deyir axı müəllimə. Qütb işıqlanma qurşağı demir axı siz orada 90 götürəsiniz.
Hə, 63 mənə. 63 götürəcəksiniz. Çünki bax mülayim 23 ilə 60,5 arası olur axı. 23,5 Hə, 66,5 hə, arası hə, mülayim yerləri işıqlanmadır. səhv aldım. İndi burada 27 ilə 63 olacaq. Yəni tropikdə Arasında nə əvəzləyən, qədərdir? bəli, qütb dairəsi. Artıq 63-dən bunun cənub 27 sərhədi çıxacaq. 63-dür. Aha. 63-dən 27 çıxaq da mənim burada. Bəli, Eləcək çıxacaqsınız. o 20, 36. 36. Aha. Düz dedim də 36-nı vuracağıq 111-ə, böləcəyik 222-yə. Buradan 5 222-yə sıfır böləcəyik. siləndə neçə sıfırdır? Hə, 222-yə böləcəksən. Elə bildim 4 Bəli, sıfırdır. 222. Hə, 222-yə 5 böləcəksiniz, alacaqsınız. Neçə alırsınız? 18. Cavab 10. müəyyən edin. Paleozoy, mezozoy, kaynozoy. Başlayaq. Aralıq, Qara, Xəzər, Aral dənizləri bir-birindən ayrılmışdır. Aha, bu kaynozoydur. Bəli, 7 kaynozoydur. A. 7. 7 3 A. geoloji dövrə malikdir. Trias, Yura-Tabaşir, Paleogen, Neogen, Antropogen, Kaynozoydur, Paleozoydur. Kaynozoyun da 3 5-ə dövrü böləcək. var, Bəli. mezozoyun da 3 Hamısı da dövrü var. 3-dür. 5 Məsələn, olacaq da yəqin. 5 hər üçün ortaq xüsusiyyəti. Burada 6 olacaq müəllimə. Baxın, mezozoyla kaynozoyun ortaq xüsusiyyəti 6-dır. Paleozoyda 3 deyildi müəllim. Paleozoyda Kembri, Ordovik, Silur, Baykal. Devon, daş Hə, kömür, o 6 qırışıqlıq demirəm ki, burada dövr deyir. 3 dövrə bölünür. Bu mezozoyda Trias, Yura, Təbaşir, kaynozoyda Antropogen, Neogen, Paleogen dövrləri. Aha, onda 6-yı B götürəcəyik. Yəni 2 erada 3 dövr var. Hə, yəni 6-ya burada B götürəcəksiniz. Sonra Fanerozoy eonuna aiddir. Paleozoy, mezozoy, kaynozoy. Buraya da C götürərik yəqin. 5-ə C, 3-ünə 5. götürərik. Bəli, hər üçü aid olacaq. Amma məsələn Bəli. kriptozoy gizli ona aid olan arxey və proterozoydur. Fanerozoy isə paleozoy, mezozoy, kaynozoy eralara aiddir. Aşkar yəni. Bu Aha. erada yaranmış dağlara Afrika materikində rast gəlinir. Deməli, Afrikada rast gəlinirsə bu kaynozoydur. Paleozoy da var amma. Kap Dörd əjdaha olacaq dağları mənim. paleozoydur axı. Kap əjdaha, paleozoy. Deməli Yuxarısında paleozoy da var. Atlas Alplər. cavan dağ olduğu üçün orada Cavan kaynozoy dağ. da deyəcəyik ikisi də. İndi paleozoy ilə kaynozoyun ortaq xüsusiyyəti burada 4-dür. Ona görə 4-ə biz aid etməliyik nəyi? Bəli, müəllimə, D variantı, D-ni. Sonra Pangeya qurusu Lavrasiya və Gondwana qurularına parça. Bu paleozoydur. Birə Y. Paleozoyda parçalanır. bəli, paleozoyda parçalanacaq. 1-ə Y. Pantalas müasir okeanlar bu mezozoydur. Müasir materiklər, okeanlar mezozoyda olacaq. Yalnız 3-ə aid edirik. Nəyi? F-i. Taymır yarımadasının ərazisi bu olacaq mezozoy. Dərsdə də yazıda Üçdür. demişdim. Həm mezozoyda var, həm də Mezozoy da var, paleozoy. paleozoy Paleozoyda da var. İkisi- Mezozoy ilə Bəli. paleozoyda ortaq xüsusiyyət 2. Olacaq G-yə G. aid etməliyik. 2-yə, İki. bəli, 2-yə də G. G, Qruplaşdırmanı özünüz Keçək 5-ci suala. Yəni. Buyurun 5-ci sualda izah edin. Hə. 5. Düzgün Düzgün fikirləri müəyyən edin. fikirləri bəli, müəyyən edin. Yamal, Qıdan, Taymır, Alyaska və Kola yarımadalanan sahillərin eyni okean suları yuyur. Bir dəqiqə mənim Alyaska sakit, Yamal, burada Taymırcı işlər görürük, şimal buzludur. Bunu götürmürük. Yamal Qıdan Avstraliya hansı okeandır ki? Qıdan, Taymır, şimal buzu deyil mən. Bəli, üçü də Amma Yamal, Alyaska- Qıdan, Taymır, hətta Kola da, amma burada Alyaskanı biz Kolada, şimal. heç vaxt Alyaska şimal buzlu sakit okean deyil. Yox, Sakit sakit okean. okean, aşağıdadır. Bəli. Hə, ona görə düzgün ifadələri bizdən istədiyinə Deyil. görə biz biri götürmərik. Bir getdi və Avstraliya materikində mövcud olan tropik iqlim qurşağı yalnız tropik işıqlanma qurşağında yerləşir. Tropik iqlim qurşağı yalnız xeyr. Avstraliya materikində mövcud olan tropik iqlim Yalnız qurşağı, tropik. xeyr, tropik iqlim qurşağı mülayim işıqlanma qurşağında da var. Hə, bu Bəli, yanlışdır. bir getdi. Yalnız dediyinə görə. Sonra Materik tipli Y qabının sahəsi quru səthinin ümumi sahəsindən daha böyükdür. Materik tipli deyirsə düzdür bu 3. Qresiyada əks etdirmə Boyu- qabiliyyəti artır. Artırsa, Artır. deməli özündə saxlamır da istilik, soyuqlaşacaq. Amma transqresiyada əks etdirmə qabiliyyət azalır. Hə, ona görə iqlim də istiləşəcəksə, orta illik temperaturun artması da uyğun gələcək 4-ə. Bu ifadə doğrudur. Sonra Eyni əraziyə aid olan xəritələrin miqyası böyüdükcə divarda tutduğu sahə kiçilir. Xəritənin miqyası böyüdükcə böyük miqyaslı xəritələr sahəsi də böyük olur. Bir dənə altıya baxın. Ruapeo və Pinatubo vulkanı adada yerləşir. 5 səhvdə 6 düz. Elə bildiyimizdən getsək
6 düzdür. Hə. Pinatubo Çıxdaşla Filippində. tapırsınız müəllimə, amma bunun Hə. səbəbini də bilmək lazımdır. İşte biraz Hə. amma eyni əraziyə aid olan xəritələrin miqyası böyüdükcə sahə kiçilməz də, böyük miqyasının sahəsi də böyük olar. Demə niyə görə böyük olacaq divarda da? Çünki miqyas artanda müfəssəllik, dəqiqlik artır. Dəqiqlik artanda onun ölçüləri də gərək böyüsün də, böyük Ölçülər olacaq. böyüyər. Ona görə də sahə kiçilməz burada, böyüyəcək. Bu yanlışdır. Ruapehu vulkanı hansı adada? Pinatubo vulkanı hansı adada Yeni yerləşir? Zelandiyanın şimal adasında, o da Lusonda. Pinatubo'da Filippinin Luson adasında. Bəli, bəli, doğrudur. İştirakçı olmaq. Sonra başqa müəllim yoxdur iştirakçı? iPhone yazılan müəllimə hansı müəllimədir görəsən? Nərgiz Nəbiyeva siz izah edin. Nuranə müəllimə siz izah edin. Buyurun. Ramilə müəlliməni burada görün. Birinci Ramilə müəllimədən soruşaq. Görək müsaitdir. Ramilə müəllimə. Salam müəllimə. Necəsiz? Salam, axşamınız xeyir. Axşamınız xeyir. Sağ olun, yatırım. Davam edək sizlə. Eləyək. Edək. 6-ya Neçənci baxaq. suala baxırıq müəllimə. Biz 6-ya baxaq. Dəqiqə telefon düzəldim. Yaxşı. Sizə düzəlmir. Hə, 6. Zirvələri atmosfer təzyiqinin artmasına görə sıralayın. Dəniz səviyyəsinə təzyiq normaldır. Qoy bir dəqiqə qalxıb higien naro təzyiqin artmasına görə. Hündürlüklərin bir-bir gərək Hə, deyək. hündürlükləri Qalxıb bilsəniz artıq bilərsiniz. Hündürlük yuxarı, Hə. daha doğrusu yüksək olan dağlarda təzyiq aşağı olar, yoxsa yüksək olar? Hündürlüyü yuxarı olanlarda təzyiq aşağıdır. Deməli, hündürlüklərini deyim, yoxsa elə bir-bir deyim? Elə bir-bir Qalxıb qalxıb higien higien deyək. 2000, Aha, qalxıb higien Skandinaviya 2469. aha. Sonra Damavənd İrandadır da bu, İran deyəsən yaylası 4510 idi müəllimə. 5610. Yox, 5405, 5610, 5000. Aha. Narodnaya Ural dağlarının ən hündür zirvəsi 1894-cü Elbrus, Qafqaz dağları 5642. Sonra 5 Mont Blanc, Alp dağları 4807. 6 Mitchell, Apalaç dağları 2037. Bu dağları İndi sertifikasiya müəllimləri hamısı bilməlidir, çünki əsas dağlardır. Sizə də aiddir yəni. Buyurun müəllimə, indi düzün bunu. Deməli, təzyiqin nəyinə görə deyir? Təzyiqin artmasına görə. Təzyiqin artmasına görə deyirsə, deməli, təzyiqi ən aşağı olanlardan yuxarı olanlara götürəcək. Təzyiqi ən aşağı olanda hündürlüyü ən az olandır. Elə müəllimə? Məsələn, burada ən Suallarda hündürü çaşıram. 5642 metrdir, düzdür müəllimə? Əgər artmasına görə deyirsə, biz ən hündürdən ən alçaq dağa getməliyik Ən də. aşağıya görə Artmasına deyir gedəcəyik. axı. Aha. 5000-dən başlayın. Deməli, 4, sonra, yox, daha doğrusu 4-dür. 4-dən başlayın, 4, sonra 2, Damavənd gəlir, 5610 gəlir. 4, 2, sonra 5, Aha. 5-dən sonra hansı gələcək? 1, 6, Mitchell gələr, iki. ən axırda, ən az burada hansıdır? Mis Narodnaya. Ural, 1895. Aha, 1895. Demək, bu dağların içərisində təzyiqin ən çox olduğu dağ hansıdır? Deyəcəksiniz 1895. Bəs ən az təzyiq hardadır? Deyəcəksiniz 5642. Ən hündür, Hə, yəni ən hündürlüyə hündürdə doğru təzyiq temperaturda az təzyiq olacaq. azaldığına görə ona uyğun düzürük. Filizlərlə qeyri-filizləri soruşur. Gilgəsçay, Diyaqçay. İndi burada dəqiq bildiklərimi çıxardım, bəzilərini unutmuşam. Lejnəli Zəngilanda qızıl yatağı idi, 4. Bu filizləri deyirəm əvvəlcə. Sonra Hamançay, Daşkəsəndə dəmir filizi idi. Bəli, bu da Sonra filizdir. İpək filiz idi, İpək Laçın. İpək Laçındaydı, civə yatağı idi. Civə 4, 5, 10 hansında var. Sonra bu Gilgəsçay hansıydı ay Allah? Gilgəsçay Narzanlı, Laçında nədir müəllimə? Nardı. Vergüllə yazanlar nə idi? Mən sizə demişdim. Xromiddir, yoxsa civədir? Civə olacaq. Civədir. Necə ki müəllimə, civə deyərkən o ağ yataq, vergül, şorbulaq, vergül. Hə, bu narzanlı da vergül, yəni 2-3 söz olanlar yadda saxlayın, civədir. Amma bir dənə söz olanlar xromiddir. Hansılardır? Göydərə ipək, qutardı getdi. Göydərə ayrı inzibati rayondur. İpək ayrıdır. Hansılar olacaq müəllimə? Göydərə idi, İpək Laçındaydı. Mükəmməl, əla. İndi müəllimə filizlər seçək. Hələ onda biri çaşırdım. Biri dedi ki, civədir, Gilgəsçay Narzanlı Laçında olan civə yatağıdır. Diyaqçay, Parağaçay, Diyaqçay bunlar Ordubadda olan mis molibden yataqları idi. Bəli, bu da misdir, filizdir. Aha. Filiz daha doğrusu. Başqışlaq
Travertin idi müəllimə. Başqışlar Başqışlar. barit yatağıdır harda? Goranboy ərazisində. Bu da Goranboyda. nə olacaq? Qeyri-filizli. Qeyri-filiz. İpək Laçındadır. İpək civə yatağı. Laçında bu İpək filizdir. Göydərə özünüz dediniz ki, xromitdir bayaq. Ay Allah çaşdım. Hə, O ev civə yox. ilə 5 xromit sonra 6 Çıraqdərə. Bu Çıraqdərə Toğanalı. Küçük yatağı idi əla Kəlbəcərdə. Göygöldə. Göygöldə Toğanalı adında kənd də var Göygölün ərazisində. Hökməli Kvars qumu Abşeronda. Bəli, o da qeyri-filizdir. Haman çayı Deməli, dediniz, onu da hökməli. qeyd edək burada. Sonra Şahtaxtı nə Hı hı. yatağıdır müəllimə? Şahtaxtı Naxçıvanda Travertin yatağı idi, qeyri-filizdir. İndi müəllimə belə bir sual verim sizə. Şahtaxtı qeyri-filiz yatağının olduğu inzibati rayonun mərkəzi nədir? Mərkəzi deməli mənim Şahtaxtı hardaydı? Kəngərli. Hə, sonra Kəngərli yox. aha, Hansıydı? Kəngərlinin Kəngərli idi, nədir? mərkəzi şəhərdir, yoxsa qəsəbədir müəllimə? Qıvraq müəllimə. Onlarda hamısı şeydir, Qıvraq. Hə, Kəngərlidə Qıvraqdır, Qıvraq bəli. idi. Qəsəbə o sayılacaq. Ona görə Naxçıvan yeganə iqtisadi rayondur ki, burada rayon şəhərdən çoxdur. Amma qalan bütün iqtisadi rayonlarda şəhər rayondan çox olacaq. Hökməlini dediyi Kvars qumudur Abşeronda. Hamançay da Daşkəsəndə dəmir filizidir. Hökməli deməli qeyri-filiz, Hamançay 10 isə filizdir. Vecnəli qaldı burada müəllimə. Nə yatağıdır? Müəllimə Zəngilanda qızıl yatağıdır. Bəli, 4-ü də əlavə edirik. Bilirik ki, qızılda filiz olacaq. Aha. Filizlərdir. Müəllimə, Şərqi Zəngəzurda hava limanı harda fəaliyyət göstərir? Eynilə Ağalı kəndi də ordadır. Zəngilanda. Zəngilanda. Bunu da etdik. Qeyri-filizlər də oldu 3, 6, 7, 8, 9. Yəni A variantı. 8-ə baxaq. 8. Quruda yerləşən neft yataqlarını müəyyən edin. Qaraçala, Siyəzəndə, Salyanda idi, yoxsa Siyəzəndə idimi bu quru? Qaraçala Salyandadır. Salyandadır. İnam, deməli, Dan ulduzu, Pirallahı, quruda yerləşənlər. Mənim İnamdır, Alovdur. Bunlar Xəzərdədir. Bəli, Oğuzdur, Əşrəfidir, Qarabağdır, İnamdır, Alovdur, Dan ulduzu bunlar suda, daha doğrusu dənizdə olan neft yataqlarımızdır. 1, 4, 6 Pirallahı, Muradxanlı, Qaraçala. Bunlar quruda Muradxanlının olan. olduğu inzibati rayon hansı düzdə yerləşir? Bilmədim müəllimə. Muradxanlı hardadır müəllimə? Şəkər zavodunun olduğu inzibati rayondur. İmişlidə. İmişli Ayda, hansı düzdədir? Mil düzündə. İmişli Mil düzündə Mil düzündə, Muradxanlı. Muradxanlı Mollakənd, özdə onlar mezozoy yaşlı Bəli. yataqları. Quruda mezozoy Mollakənd yaşlıdır. Dəmirdə idi, Mhm. Muradxanlı isə İmişlidə idi. İmişlidədir. 9-a baxaq müəllimə. Burada cavab B variantı olacaq. 9 Dağ məsələdir. yamaclarında Dağ yamaclarında yerləşən və atmosfer təzyiqinin 470 millimetr olduğu məntəqədə ilin ən isti dövründə qeydə alınan havanın temperaturu 10,2 dərəcə olaraq qeydə alınmışdır. Bunu nəzərə alıb qar xəttinin keçdiyi hündürlüyü müəyyən edin. Deməli, o 470-dəki hündürlüyü tapmalıyıq. Onun üçün 760-dan 470-ə çıxacaq. Çıxın. 290 olacaq müəllimə. 290. Ondan da hündürlüyə keçmək üçün ona vuracağıq. Eləcək 2900. Bunu Deməli, tapdıq. indi buradan keçək nə istəyir bizdən? Qar 2900-də toplamaq lazımdır. 10,2-dirsə, 10,2-dirsə, qar xətti də 0 metr götürülür. Biz tapmalıyıq ki, deməli, hər 1000 metrə 6 dərəcədirsə, 10,2-yə x götürəcəyik. X neçə eləyir burada? 1000 vurulsun 10,2 bölünsün 6. Müəllim, elədi 1700. Qar xəttinin keçdiyi hündürlüyü tapmaq üçün 2900 üstə gəlinsin 1700. Nə qədər eləyir? 4600. Bəli, 4600 olacaq C variantı. Doğru. İndi keçirik 10-cu suala. Bu da asan tipli məsələ idi. Ona baxaq. Doğru olmayan fikirləri müəyyən edin. Aralıq dənizi 3 qitənin sahillərini yuyur və 3 yarımkürədə yerləşir. Deməli, Aralıq dənizi bəli 3 qitəni yuyur, Mediterrana və 3 yarımkürədə yerləşir də. Aralıq dənizin kəsirdir Qrinviç. Bəli, Kəsirdir də. bəli. Kəsirdir. Bu doğrudur, bu bizə lazım deyil. Antarktida materikində oazislərə rast gəlinir.
Bəli, elə oazis Antarktidadakı vahələrə deyilirdi. Bu Buzdan da azad doğrudur. olunmuş, bəli. Bəli, Cənub yarımkürəsində saat əqrəbinin istiqamətində hərəkət edir. Deməli, siklonun mərkəzində yox, siklonun mərkəzində alçaq təzyiq olur. Hava kənardan mərkəzə doğru hərəkət eləyir. Şimal yarımkürəsində saat əqrəbinin əksidir. Cənub yarımkürəsində isə saat əqrəbidir. Yəni burada ikinci hissə doğrudur, birinci hissə yanlışdır. Burada yüksək deyil, bəli, alçaq olmalıdır. Demək, bunu götürəcək. Alçaq. 3-ü götürəcək. İki materik tipli litosfer tavalarının konvergens sərhədləri subduksiya zonaları adlanır. Yox, konvergent ümumiyyətlə toqquşma iki yerə bölünür. Kolliziya, subduksiya. Subduksiya materiklə okeanın toqquşması, amma kolliziya iki materikin toqquşmasıdır. İki materik desəydi, onda burada kolliziya olmalı idi. 3 Bəli. ilə 4-ü götürəcək. Burada subduksiya yazıb. İki materik dediyinə görə kolliziya olmalı, bəli. Xəzər dənizi sahilində Glauber duzu çıxarılır və Türkmənistanda çıxarılır. Bu doğrudur. Hansı körfəzdə müəllimə? Türkmən Qaraboğaz qol. Bəli, Qaraboğaz qol. Bu doğru ifadədir. Sonra 6. Sırdərya çayı Türkmənistan, Qazaxıstan və Özbəkistandan keçir. Yenə yadıma salım, Sırdərya başlayırdı Qırğızistan, Özbəkistan, Qazaxıstan idi. Deməli Qırğızistan Türkmənistandan keçən Amudərya idi. Keçən elə Amudərya başlayır. 2 gün bundan qabaq elə bu sualı verdim. Hansısa qrupda Hə. verdim ki, Sırdərya Türkmənistandan keçir. Dedi müəllimə, yox. Aral gölü Yox, Türkmənistanda yerləşir. Yenə də yox. Qazaxıstan, Bəli. Sırdərya 6 oldu müəllimə. Bəli. Bunu silək. Oldu müəllimə. Axşamınız xeyir müəllimə. 11-ə baxaq. Cədvəlin aid olduğu məntəqəni müəyyən edin. Ayları verir, orta temperatur, orta yağıntı miqdarı. İndi bunu nətər eləyirik mən bilmirəm axı. Burada bilirsiniz nə edirsiniz müəllimə? Temperaturları toplayırıq biz. 12 ayın burada temperaturlarını veririk. 12,7 dərəcə tapırıq. Daha sonra yağıntıları da toplayanda, müəllimə, yağıntıları da toplayanda biz 500 milli tapırıq. İndi sizcə hansı rayondur ki, orada temperatur 12,7, yəni uyğunluq olmalıdır da, yağıntı da 500 olmalıdır. Sizcə Lənkəranda 500 milli yağış düşər? Xeyr, müəllim. Düşməz. Orada çoxdur da yağıntı. Hətta Talış dağlarına 1600-ə qədər. Sonra 1600-ə qədər Şahbuzda 12,7 dərəcə temperatur ola bilər. Xeyr, müəllimə. Çünki dağlıq ərazidə orada hətta mənfi temperatur da ola Bəli. bilər. Göyçayda da 500 milli yağış heç vaxt ola bilməz. Sonra Sumqayıtda necə deyərlər, yağış 500 ola bilər müəllimə? Xeyr. Ola bilməz. Çünki yarımsəhra quru çöldə yerləşir. Axı yarımsəhra quru çölün də yağıntısı 200 millik olur məsələn. Amma məsələn Kiçik Qafqazın yağıntısı bilirsiniz nə qədərdir? 600-dən 1000 metr olur. Ən yuxarı 1000 olur. İndi Xankəndi biraz aşağıdadır axı. Elə bir Kiçik Qafqazın aşağı hissələrində, ətək tərəfdə də. Orada 500 var. Oradan yuxarıya doğru tündləşir yağıntı da, yəni rəng də, keyfiyyət fonu. Orada artıq vulkanik yerlərdə siz 1000 görə bilirsiniz. Mənsəbləri əsas və keçid iqlim qurşağında yerləşən çayları Günənlərin Amur çayı. Hansı boğaza tökülür Amur çayı? Tatar boğazına. Tatar boğazına. Tatar 3 dənə boğaza tökülən çay var ki, onlardan biri də Amur çayıdır. Amur çayı elə bir Tatar boğazı Saxalin adasına ayırır axı Asiya qitəsindən. Saxalin adası hansı iqlimdədirsə, belə yadda saxlayın. Amur çayının mənsəbi də həmin iqlimdir. Saxalin adası da mülayim dənizdə yerləşir, yoxsa mülayim musonda? Mülayim dənizdə. Axı o tərəfdə Sakit okeanda, o ada yarımadada mülayim dəniz bircə yarımada Kamçatkadır. Orada mussondur. Mülayim muson olacaq. Daha sonra mülayim musonsa deməli bu mülayim keçid iqlim qurşağıdır, yoxsa əsas iqlim qurşağı? Əsas iqlim qurşağıdır. Əsas iqlim qurşağı. Bizdə nə deyir burada? Əsaslar. 1-ə aid edərik məsələn Amuru, 1-ə 2-ni Rum rəqəminə yazın, 1-ə 2-ni aid etdik. Daha sonra Mississippi çayı müəllimə bilirik ki, mənsəbində Yeni Orleans şəhəri var, Meksika körfəzinə tökülür. Hansı iqlimlə? Enli yarpaqlı. Mississippi çayının mənsəbində
Dəyişkən rütubətli meşələr var. Ora tropik dənizi tərəfdə axı. Məsələn, Kuba, Haiti, Yamaika, onlar da tropik, yəni dəyişkən rütubətli meşələrdir, amma Mississippi çayının mənsəbi tropik dəniz deyil. Subtropikdə yerləşir, amma təbii zonası dəyişkən rütubətli meşələrdir. Dəyişkən rütubətli meşələr olduğu, amma subtropik iqlim. Subtropik keçiddir, yoxsa əsas iqlimdir müəllimə? Keçid iqlim qurşağıdır müəllim. Keçid iqlimdir. Onu da saxlayarıq ikinci rum rəqəmlə. Müqəddəs Lavrenti. Hansı iqlim olar müəllimə? Mülayim dəniz iqlimi, mülayim dənizin tayqa meşələri. Mülayim Hə, dəniz, mülayim. tayqa meşə. Mülayimsə buna da aid edərik 3-ə, yəni 1-ə 3 aid edərik. Sonra burada da var məsələn Murray çayı. Murray çayı hansı materikdən axır müəllimə? Avstraliyadan axır müəllim. Hansı körfəzə tökülür? Hərbi Avstraliya körfəzinə. Bəli, böyük Avstraliya körfəzinə töküləcək Murray çayı. Ən uzun qolu hansıdır? Darling. Darlingdir, doğrudur. Daha sonra biz burada məsələn Murray çayını biz subtropik iqlim götürəcəyik. Subtropik də keçiddir deyə bizə lazım deyil. Mississippi də keçiddir. Lazım deyil. Sadəcə olaraq biz bir rum rəqəminə aid olanları tapsaq o variantlarda tez tapmış oluruq. Sonra müəllimə burada müqəddəs Lavrenti və hələ ki Amuru əsas iqlim. Bir də Elba var müəllimə. Elba hansı dənizə tökülür? Hansı ölkənin ərazisində? Elba müəllim Xəzər dənizinə tökülür də o. O Embadır müəllimə. Emba. Bu isə Elbadır. Elba şimal dənizə tökülür və bu çayların bilirsiniz mənsəbləri də dənizə birləşir. Hə. Demək biz buradan seçdik. Elba çayı dedik, mülayim dənizdə olacaq müəllimə, enliyarpaqlı meşə kolluqları 6, yəni Amur çayı, müqəddəs Lavrenti, bir də Elba çayı mülayimdədir. Amma Mississippi subtropik iqlimdə, Orinoco subekvatorial iqlim. Almaniyadadır, hə? Bəli, Almaniya ərazisində üzərində Hamburq dəniz limanı var Almaniyanın. Hə, sonra Murray çayı da subtropikdədir, Orinoco çayı subekvatorial, Mississippi də subtropikdə olduğuna görə keçid iqlim qurşaqları sayılacaq mənsəbləri. 13-ə baxaq. Günəş sisteminə daxil olan planetləri xəyali oxu ətrafında fırlanma müddətinin artmasına görə deməli sıralayın. Müəllimə, öz oxu ətrafında həddindən artıq yavaş fırlanan planet hansı planetdir? Öz oxu ümumiyyətlə daxili planetlər ümumiyyətlə öz oxu ətrafında sürəti az Zəifdir, fırlanır. bəli, zəif fırlanacaq, amma Günəş ətrafında sürətlidir. Amma xarici Bəli. planetlər əksinə öz oxu ətrafında sürətlidir, amma Günəşin ətrafında gec olacaq. Çünki məsafə çoxdur axı. Bəli. Deməli, burada müəllim Ən gec birinci Venera. təsəvvür edin ki, orada bir gün 243 günə bərabərdir. Bəli. Hansı planetdir o ən zəif fırlanan? P2 yoxdur. Atmosferi karbon qazından ibarətdir. Veneradır da Bəli, müəllim. Venera. Demək müəllimə, burada deyir ki, fırlanma müddətinin artması, deməli ən gecə doğru getməlidir. Venera da 1-dir. Sonu 1 ilə qurtarmalıdır həmin variant. Bax 3-ü burada çıxarıq, C-ni çıxarıq, D-ni çıxarıq. Demək 3 variant qaldı. Aha, sonra variant ola bilər. necə? Deməli Bunların içərisində müəllimə ən sürətli 24 saat deyək də yer kürəsidir. Bax 3 ilə başlayar. Bunların içərisində ən sürətlisi. Artmaya görə biz Bəli. bilməliyik. Sonra gələr nə? Mars. Marsla yer elə bir bənzəyir də öz oxu ətrafında fırlanmasına görə. Amma Mars biraz daha çoxdur. Sonra gələr Sonra gələr Merkuri. Merkuridə Bəli. həmçinin demişdik ki, Nizami Gəncəvi adına krater var. Bir ilin uzunluğu 88 gündür. Zəif atmosferə malikdir. Onun da Venera kimi P2 yoxdur. 2 ilə bərabərdir. Ən gecdə Venera olacaq. Cavab A variantı. Yada sal, daxili planetlər içərisində öz oxu ətrafında fırlanma sürətinin ən az olduğu yer kürəsi oldu. Ən çox olan Veneradır. Ən çox 14. Verilmiş iqlim diaqramının aid olduğu ərazi üçün xarakterik xüsusiyyətlərini seçin. Bu müəllim 1402 Lənkəran üçündür. Lənkəran üçündür. Lənkəranındır bu iqlim diaqramı, düzdürmü? düzdür. Lənkəranda çaylar əsasən ilin soyuq dövründə bol sulu olur. Müəllim, bu yayda əsasən bol sulu olur. Axı yağış haçan yağır müəllimə Lənkərana? Hə, qışda Qışda çox bəli, yağacaq da. Ona görə soyuq dövrdə bol sulu olar da. Hə, soyuq dövründə bol sulu olur. Sonra
Sitrus bitkilərinin becərilməsi üçün təbii şərait mövcud deyil. Xeyr, müəllim, bu səhvdir. Sitrus bitkiləri ilə Lənkəranda becərilir. Deməli, biri götürürük. Sonra qara torpaqlar geniş yayılmışdır. Xeyr, Lənkəranda sarı torpaqlardır. Qara torpaqlar deyil. Yay aylarında çaylarından suvarmada istifadə olunur. Bəli, istifadə Təbii ki, olunur. bəli, 1-4 olacaq. Böyük Qafqazın cənub yamacında yerləşir. Xeyr, müəllim, Kiçik Qafqaz aiddir. Yo, Kiçik Qafqaza tektonik zonanı soruşmur ki, deyir Böyük Qafqazın cənub yamacında yerləşir. Güya bu iqlim diaqramının aid olduğu. O qanı xəritə olsaydı, hə, o Böyük Qafqazın cənubunda, amma Lənkəranın əlaqəsi yoxdur axı Böyük Qafqazla. intrazonal landşaftlara rast gəlinir. Bəli. Deməli, burada Bəli. cavabımız 6-dır, B variantı. B variantı. Okean cərəyanları və aysberglər səbəb ola bilər. Okean suyunun duzluluğunun dəyişməsinə, biri götürürük, düzdür. Okean sahillərinin formalaşmasına. Müəllim, açıqlama verin, zəhmət olmasa. Nəyə görə məsələn biri doğru götürürsünüz? Okean cərəyanları, soyuq cərəyanlar, aysberglər ümumiyyətlə əriyəndə suyun miqdarı, suyun Duzluğunu artır azaldar. və duzluğu azaldır. Bəli. Okean cərəyanları da buxarlanma olur, isti okean cərəyanları elə bir duzluluğun artmasına səbəb olur. Düz dedim. İndi mən əlavə edim müəllimə. Aysberglər ümumiyyətlə şirin sudan ibarətdir. Onlar əriyəndə daxil olduğu okean suyunun duzluğunu azaldacaqlar. İsti cərəyanlar duzluğu artırır, soyuq cərəyanlar isə duzluğu azaldan cərəyanlardır. Ona görə biz biri doğru götürməliyik. Aha. Götürürük. Sonra Sonra. okean sahillərinin formalaşmasına. Okean sahillərinin formalaşmasına müəllim, bəli, təsir eləyir də aysberglərdə, okean cərəyanlarda yox. Təsir edir. Məsələn, bunun açıqlaması olaraq deyə bilərik, cərəyanlar bilirik ki, sahil xəttinin relyef formalaşmasına müəyyən qədər təsir göstərəcək. Aysberglərə nə cür təsir göstərir? Orada şixer tipli sahillər, fjord tipli sahillər ki var. Yəni bu sahillər keçmiş buzlaqların o qopan nəhəng buz kütlələri ki var. O dərindən parçalayır da sahili. Ona görə bu formalaşmasına istər-istəməz təsir göstərəcək. Təsir eləyir. Aha. Deməli, 1-2 götürürük. Okeanların səviyyəsinin kəskin dəyişməsinə, xeyr müəllim, okeanların səviyyəsinin kəskin dəyişməsinə Kəskin müəllim nə dəyişə bilər? Məsələn, tsunami dəyişə bilər. Qlobal iqlim Bəli. dəyişmələri təsir göstərə bilər. Qabarma, çəkilmə. Amma bu cərəyan, aysberg onu kəskin dəyişə bilməz axı. 3 yanlışdır. qabarma və çəkilməyə Səbəb ola Bunlar bilər qabarma- cərəyandan aysberg. xeyr müəllim, onlar da olmaz. Bəs nə səbəb olur Cazibə qabarma, çəkilməyə? Cazibə qüvvəsi. Bəli, ay və günəşin təsir cəzb etmə edir. qüvvəsi ilə Ay və olacaq. günəşin, bəli, cazibə qüvvəsi ilə olur. Aha. Okean suyu temperaturunun dəyişməsinə, okean suyunun temperaturunun dəyişməsinə səbəb ola bilər. Yəni istilik, aysberglər. Bəli, isti Okean cərəyanlar suyun temperaturunu yüksəldər, soyuq cərəyanlar azaldar. Elə aysberglər də təsir göstərir, soyuda bilər. Bəli. Sonra Deməli, 6 endogen mənşəli dalğaların formalaşmasına. Endogen, xeyr müəllim, endogen mənşəli dalğalar, dalğalar ümumiyyətlə tsunamilərdir də müəllimə. Endogen mənşəli dalğa deyərkən tsunamilər nəzərdə tutulur. Bəli. Yəni tsunamidə Bir- bilirsiniz də yaradan səbəb sualtı zəlzələdir. Yəni cərəyan yaratmaz, aysberg yarada bilməz. Ona görə yanlışdır. 1-2-5 sualın doğru cavabıdır. Sağollaşıram Gülnurə müəllimə ilə. Aha. Sonra kimlə davam edirik? Günay Abbaslı buyursun. Buyurun müəllimə. Bəli, müəllimim. 16 sizindir, Duzluluğu duzluq 40 məsələsi. Duzluluğu 40 promilli olan 1 litr suyun duzluluğu 25 promilliyə qədər azaldılmışdır. Bu suyun üzərinə neçə litr duzluluğu sıfıra bərabər olan su əlavə edildiyini müəyyən edin. Deməli, 40 promilli olub əvvəl. Demək 1 litr, əvvəl 40 olub, sonra 25-ə deyir ki, 1 litr suyun duzluğu 25-ə qədər azalıb. Yəni azalıbsa, demək 15 promilli nə azaldılıb. qədər üzərinə gəlib ki, biz bilmirik, gəlib 25 olub da. Demək 1 üzərinə biz x 40 promil yazırıq. Bir də 1-ə, yəni 1 litrə də 25 yazarıq. Buradan tənasibi necə qurarsınız müəllimə? 25'e. Kenar hətlər vuracağım. 25, 25x 40. 40. Düzdür müəllimə? 25-in üzərinə 25. 25. Yəni 25x 25.
bərabərdir 40. 15. Buradan da nə alacaqsınız müəllimə? 15'i 25'e böleceğim. Hə. Neçə alınır? Bölüm. 0,6. Bəli, cavab C variantıdır. 17-yə baxaq. Su anbarlarının yerləşdikləri inzibati rayonları müəyyən edin. Aşıq Bayramlı, Xaçınçay, Varvara, bir də Nohur Qışlaqdır. Mən Aşıq Bayramlı İsmayıllıdadır. Hə, demək İsmayıl Aşıq ərazisi Bayramlıdır, Dəvəbatandır, bir də Yekəxana. Düzdür? Hə, Bunlar hardadır? İsmayıllı ərazisi. İsmayıllı ərazisində. Sonra Xaçıncay hardadır? Sultanbud meşələrinin olduğu, Ağdam. bəli, Gülablı mərmər yatağının olduğu Ağdamda. Bəs Varvara? Bu da Yevlaxa düşür. Bəli, yunun ilkin emalı deyərkən Yevlaxyada düşür. Yun Yevlaxdır. Bəli. Bəli. Nohur Nohur Qışlaq Qışlaqda harda olacaq? Qəbələ. Bəli, Qəbələdə. Bunları Qəbələdə. uyğunlaşdırarsınız. Cavab olacaq burada nə? Y variantı. Y Y variantı. variantı. Hə, 18-ə baxaq. Bəli. 18. Bir neçə ölkənin ərazisində yerləşən coğrafi obyektləri müəyyən edin. Bir neçə ölkə deyir. Deməli, Timor adası, İnari gölü, Limpopo çayı, Məsələn, müəllimə, bu Kupsukol necə? gölü. Ya Timor Burada adasında 2 dənə bir ölkə dənə var da. olanları çıxıram mən. Hə, yalnız Necə? bir dənə ərazidə olanları çıxmalısınız variantlardan. Hə. Məsələn, İnari bilir ki, Finlandiya ərazisinə düşür təkcə. Bunu çıxarın. İnari çıxdım. Aha. Aha. Sonra bir də burada sonra bir dəqiqə baxım. Kil gəmiçilik kanalı da Almaniyada da yerləşdirilmiş. yalnız bəli çıxırsınız, amma Almaniya. Şimal və Onları Baltik çıxdı. dənizlərini birləşdirir bu kanal həmçinin, amma Bəli. Almaniya ərazisində. Sonra Almaniya ərazisindədir. Sonra Kupsukol gölü. Hə, Upsunur şeydəydi, Monqolistanla Çinin sərhəddində. Amma Kupsukol təkcə Monqolistandır. bəli, bunu da çıxırıq. Sonra nəyi çıxa Çıxırıq. bilərik müəllimə burada? Deməli 2, 4, 8 çıxdı. Bir də Sulavesi adası. Çünki orada bir dənə qalan Kalimantada məsələn 3 ölkə deyirik, Mhm. amma Sulavesidə Bəli, Yava demirik. adasında, Sulawesi, Sumatra Hı. adası yalnız İndoneziya deyəcəyik. Düzdürmü müəllimə? İndoneziyaya Ona görə bunu aiddir. çıxdıq. Bəli. Məsələn, Timor Qaldı adasında Timor hansı adası. ölkələr var? Timor-Leste ilə İndoneziya. 2 dənə Limpopo necə İndoneziya çay olur idi. ki, 2 dənə olacaq? Limpopoda transsərhəd çayı olur da. Hə, deyəcəksiniz ki, deyək. Limpopo çayı, bir də Cənub tropik Yəni, xəttini 2 dəfə keçən çay hesab olunur. Mozambik də idi. Zimbabve və Hə. Mozambikin ərazisindən keçdiyinə görə artıq Aha. 2-dir, ona görə götürəcəyik. Cenevra gölü 3 ölkədir, yoxsa 2 ölkənin ərazisində yerləşir? Cenevra 2 idi. Hə, Boden Boden 2 deyəndə idi. 3 yadda saxlayırıq. O da Almaniyanı Hə, daxil Boden edirik 2 idi. Bodenə. Məsələn, Cenevra deyərkən Fransa və İsveçrə yoxsa Fransa, Avstriya? İsveçrə. İsveçrə. İsveçrə İsveçrə. elə bir ölkədir ki, orada həm Boden, həm də İkisində Cenevra də. gölləri yerləşəcək. İkisi də yerləşəcək. Daha sonra Oder Oxusundan da çayı ora. Almaniyada var idi. Aha. O da deyirdi ki, Koş ərazisindən keçirdi. Həm Hə. də. Almaniya və Polşanın Almaniya sərhədindən Koş keçir. arası idi də. Ona görə biz bunu da 2 götürməliyik. Cavab burada götürməliyik. olacaq nə? Biz Timor, Limpopo, Cenevra, Oder. Ev. Bunlar nədir? Aha. Bunlar 2 ölkə olacaq da. Amma bir İki neçə ölkə ölkə. olacaq. Hə. Ona görə B variantı sualın doğru cavabıdır. 19-a baxaq müəllimə. Asan bir Deməli, məsələdir. çayın mənbəyində havanın temperaturu -5 dərəcə Selsi, mənsəbində isə müsbət 13 dərəcə Selsi müşahidə olunmuşdur. Çayın xəritə üzərində uzunluğu 20 sm, xəritənin tərtib edildiyi miqyas isə 1/12.500.000 olduğunu nəzərə alaraq onun orta meylliyini hesablayın. Deməli, birincisi burada dağın ətəyi ilə belə deyim də, verilən ərazidəki temperatura əsasən hündürlüyü tapa bilərik. 13-dən çıxaram -5-i, eləyəcək 18 dərəcə. 18 dərəcə ilə burada hündürlüyü tapacam 3000 metr. 1000 metrdə 6 dərəcə olduğuna görə 18 dərəcədə 3000-dir. Bunu Aha. tapıram. Sonra da burada verilən miqyasdan istifadə edirəm. 1-in 125 kilometrə olduğu halda 20 santimetrdə x, x bərabərdir 125-i 2-yə vuranda 250 eləyəcək. Deməli 250, bir ədəd 0, 2500 eləyər. 2500 kilometr. Buradan 2500 2500 kilometr, tapırsınız, o buradan da tərəfdə 3000. Aha. Bəli. Demək müəllimə, bu Burada da mənbə və deməli mənsəbi deyəndə nəyi tapmış olursunuz? düşmə. Düşməmiz. Demək 3000 olacaq düşmə, yoxsa 2000? Nə qədər? 2500 dolar. 3000 idi birinci. Bəli, bu Düşməmiz tapdığınız 3000 idi. çünki mənbə mənsəb temperaturu verir Hə. axı. Ona görə düşməni 3000 tapdınız. Uzunluğu nə qədər 3000 tapdınız tapdım. müəllimə? Miqyası vurdunuz. Xəritəyə. 2500. Artıq 2500. 2500. Nəyə nəyə 3000 bölmək bölünsün lazımdır? Təbii ki. 2500. Bəli. Bəli. Alınacaq. 1,2 1,2 metr bölünsün kilometr. kilometr. Yəni Y variantı. 20-yə baxaq. Respublikamızın ərazisində yerləşən gölləri şərqdən qərbə doğru sıralayın.
Deməli, Ağzıbirçala, Acınohur, Sarısu, Candargöl, Göygöl. Birinci Ağzıbirçaldan başlayacağıq. Ən şərqidə Xəzər sahili Hansı Ağzıbirçaladır. rayonda yerləşir Ə, Ağzıbirçala? Şabran. Bəli, Şabran Şabran şəhərində. rayonunda yerləşəcək. Orada Qalaltı mineral bulağı da var həmçinin. Deməli, birinci bir olar. Bizə şərqdən qərbə doğru deyirik. Şərqdən Yəni gəlir. Xəzərdən Sonra getməliyik Sarısu, Kiçik Qafqaza tərəf, Naxçıvana Arana tərəf. tərəf Aha. gəlirəm Sarısuya. Sarısudan sonra deməli keçərəm Acınohura. Çünki dedik Qaxla Şəki arasında idi Sarısu gölü hansı Acınohur. rayonlarda yerləşəcək? Yerləşdiyi ərazilər də deyək müəllimə. İmişli Sabirabad idi. Bəli, İmişli Sabirabadda yerləşir. Sonra Sarısudan daha qərbdə hansı Və olacaq? Acınohur Şəki ilə Qaxın Balaçenzada ərazisində. Qax, Şəki Çəki Qaxı Qaxın ikisinin ərazisində. arasına düşürdü. Aha. Biraz bu Tektonik gəlir. mənşəli Sonra göldür. Göygöl. Hə, tektonik mənşəli. Ən Aha. sonda da Candargöl. Candargöl. Hansı Ən ölkə ilə qərbdə sərhəddə yerləşir. yerləşən göldür? Gürcüstan Şirindir yoxsa şordur? sərhədləri. Candargöl Şirin. Şirindir. Bir də Göygöl deyirik. Hansı Hə meşələrdir? də o deyir Qarmaqvarişan. Aha. Nə Yine qorunur? farklı. Göygöl təbii Xallı maral. xallı maraldır. Aha. Bir də müəllimə Göygöl dağ meşə landşaftında yoxsa dağ çəmən landşaftında yerləşən göldür? Meşə. Meşə landşaftı ən dərin göldür 96 metr. Amma ən böyük göl Sarısu gölüdür. O da Sarısu gölü. çaydərə mənşəlidir. Deməli müəllimə Azərbaycanın ən dərin gölü nə mənşəlidir? Tektonik mənşəli. Uçqun Yox, bənd gölü mənşəli. deyirik. Dərin uçqun bənd mənşəli olacaq. Pamir Hə. dağlarında uçqun bənd mənşəli göl hansıdır? Saris. Sarizdir, doğrudur. Saris gölü. Daha sonra Azərbaycanın ən böyük gölü qış otlaqları yoxsa yay otlaqlarına uyğun gəlir? Qış otlaqları. Sarısu mərkəzi arana düşür. O Hı da. -hı, doğrudur müəllimə. Bəli. Müəllimə, O- burada Acınohur sonra Sarısı olmaz. Niyə biz Sarısı sonra Acınohur götürdük? Acınohur Birinci. Şəki Qax. Şəki Sarısı Acınohur- axı İmişli Sabirabaddır müəllimə. Daha şərqdədir Sarısı Acınohura nəzərən. Acınohur elə bilirdim daha elə Şəki Qax Acınohur Sarısı Saatlı Sabirabad deyil. Müəllimə Sarısu Sarısı- Acınohurdan şərqdə yerləşir. Sarısu gələr, sonra Acınohur gələr, sonra Göygöl gələr. Yəni qərbə doğru. İmişli Mən Sabirabad Acınohur- daha çox şərqə yaxındır, yoxsa Şəki Qax? Xəritəni gözünün önünə gətir müəllimə. Şəkili nə isə belə. Amma yəqin Yo, ki, yo, yanlış İmişli edirəm. Sabirabad bu tərəfdir də. Sabirabad, Mil, Muğasa, Ay, Asya yaxın. tərəf. O daha gedir o Aha, tərəfə, oldu. yəni şərqə. Oldu. Hə. Oldu. Sağlaşıram müəllimə sizlə Günay müəllimə. Eləyim də. Hə, edin. Sonra Ayşə Tamam. müəllimə sizsiz. Fərqi Deməli- yoxdur mənim. Burada deyir cədvələ əsasən doğru sıraları müəyyən edin. Savanna və seyrək meşələrdə qırmızı qonur torpaqlar olur. Arnhem bir də bu subekvatorialda da olur səhv eləmirəmsə. Arnhem yarımadasında Elə subekvatoriyada yerləşir müəllimə Arnhem keyfi Bəli, bəli. yarımadları. bəli, Düz bu doğrudur. məncə uyğundur. Aha. Bəli. Qarışıq və enliyarpaqlı meşələrdə qara torpaqlar olur, amma Florida qarışıq enliyarpaqlıya düşürmü? Məncə düşmür. Nə əlaqə? Orada dəyişkən rütubətli Bəli. meşələr olar, musson meşələri olar. Çünki subtropik mussonda yerləşir şimal hissəsi. Bunun üstündən xətt çəkirik. Şə baxaq. Bəli. Həmişəyaşıl codyarpaqlı meşə və kolluqlar, deməli qəhvəyi torpaqlar Britan yarımadası. Britan yarımadası mülayim dənizdədir. Bəli, Fransanın yarımadası mülayim dənizdə yerləşirsə, bu dediyimiz subtropikin aralıq dənizi iqlim tipinə uyğun Bəli, torpaq və təbii zonadır deyə bunu da yanlış götürməliyik. 4-ə baxaq. bəli. Tayqada podzol torpaqlar olur, Skandinaviyada yerləşib, düzdür məncə. Skandinaviyada Bəli. podzol torpaqlardır. Bəli. Bir də çöllərdə şabaldı torpaqlar. Çöllərdə əsasən qara torpaqlar olur. Koreyada Koreyada bilmirəm, nə çöl var əlaqə bu? yoxsa yox. Hə, ona görə Bəli. 5-i yanlış götürəcəyik. 6-ya baxaq. Hı -hı. Meşə tundrada, tundra qleyli deməli torpaqlar olur. Labrador yarımadasında bu olar. Hə, Labradorun çünki şimalı subarktikdə yerləşir axı. Ona görə meşə tundraya düşəcək və torpağı da eynilə uyğundur. Cənubi hissəsi mülayim Bəli. dənizdə yerləşir. Yəni mülayim dənizlə subarktik iqlim Labrador yarımadasında var. Yəni iki iqlimdə yerləşən Kanadanın və Bəli. Şimali Amerikanın ən böyük yarımadası sayılır. 22-yə baxaq. 1, 4, 6 Bəli. sualın doğru cavabıdır C variantı. 22. 22-də endemik, yəni sırf bizim respublikamıza məxsus bitkiləri soruşursa, bura Qarabağ dağ laləsi, Lənkəran zambağı, Xəzər zəfəranı C variantını götürərik. Bəli. Talış qərənfili, Şamaxı qərənfili, Güləpşirin, Dəmirağac, Azad, Qafqaz xurması əlavələr də edə bilərik həmçinin bunlar da. Ən çox da Talış dağlarında cəmləşib endemik və relik bitkilər. 23-ə baxaq. Mütləq hündürlüyü 1500 metrdən az olan dağ silsilələrini istəyir. Deməli, Dübrar Baxın, Ramilə müəllimə 2205 bunu deyirdim.
Bu dağları görürsə, bu miskçilərə aiddir. Sertifikasiya müəllimləri baxmasa da olar. Amma aşağıdakına baxacaqlar. 23-ə baxaq. Deməli, Dübrar 2205-dir. Ona görə harda 3 var onu çıxıram. Çünki o birləri konkret bilmirəm. 1500-dən az Buna olanlar. bəli, buna götürərik yəqin ki, müəllimə, Ləngəbizi. Ləngəbiz bilirsiniz, Ağsuda yerləşir. Ağsuda. 929 metrdir Ləngəbiz. Bax 1-ə yazın burada Ləngəbiz bilərsiniz. 2-də Xocaşendir. Xocaşen Daşüz bilirsiniz də Acınahur gölünün ətrafında olanlardır. Şimalında Daşüzdür, aşağıda isə Mingəçevir su anbarının yuxarısında və Acınahur gölünün cənubunda Xocaşendir ki, onun hündürlüyü olacaq 452 metr. Amma Daşüz 285 metrdir. Ondan da 2 qat elə belə aşağıdır. O burada deyildi, lazım deyil. Sonra 3-ə baxaq, Bəli. Dübrara dillər əzbəridir bilirsiniz. Qovdağı deyə burada 4 yazın burada bilərsiniz. Qovdağın hündürlüyü təqribən 2437-dir. Bilirsiniz də hansı rayonda yerləşir Qovdaq müəllimə? Qovdaq, Niyaldağ, İsmayıllı. yerləri. İsmayıllı. İsmayıllıdadır. İsmayıllı. Niyaldağ da, Qovdaq da İsmayıllı ərazisində yerləşəcək. İndi Brovar da bilirsiniz də harda? Dağ şabalıdı torpaqların olduğu. Talışdadır. Talış, yəni Talış Cəlilabad bölgəsi rayonundadır. Səhv etmirəmsə Şatırlı kəndində olmalıdır bu silsilə Cəlilabadın. Orada bilirik ki, şərab zavodu var ümumiyyətlə Cəlilabadda. Kartofçuluq yaxşı inkişaf etmişdi. Bolqar çayı oradan başlayır, yəni davam edir Biləsuvarla. Bəli. Sonra Göytəpə şəhəri var, Göytəpə su anbarı var. Belə. Bəli. Xəzəri görmür. Bu haqda danışdıq. İndi isə müəllimə, demək bu Brovar silsiləsi dedik Cəlilabadın ərazisində özdə İranla sərhəddə yerləşmir. Hündürlüyü də olacaq nə içəridədir. qədər? 512. Burada rəqəm yazıram biləsiniz. 512 Brovardır. İndi axırda seçərik. Niyaldağ da İsmayılov dedi. Niyaldağın hündürlüyü artıq 2100-dür. Buradan da yazım 6. Yerdə yoxdur. Aşağıdan yazım. 6 olacaq 2100. Girdiman çayının yaxınlığında yerləşir Niyaldağ. Girdiman çayı. İndi müəllimə burada seçin. Artıq hündürlükləri biləndən sonra əlçatandır cavab. 1500-dən az olanları Ləngəbiz. seçirik. Brovar, bir də Xocaşen. Neçə olacaq müəllimə? 1, 2, bir də Beş. 5. B variantı olacaq. Bunu silək buradan. Keçə 24-ə baxaq müəllimə. Tropik xətti ilə kəsişən səhra Atakamanı cənub tropik xətti kəsir. Hı -hı. Sonra Mohaveni kəsirdi, səhv eləmirəmsə. Meksikadaydı. Bir də Namibi kəsmirdi. Namib yuxarıda qalır. Bir də Dəştilut. Dəştilut da kəsir Yox, bunu deyirsən. kəsməz müəllimə. Dəştilutu kəsməz, Mohaveni kəsməz. Kəsmir. Sonra Namibi kəsəcəyi bilirsiniz, cənub tropik xətti kəsir. Namibi. Yəni 1 ilə 3 olanlar yalnız bir variantıdır. Bir də 4 kiçik nəfudu kəsəcək Ərəbistan yarımadasında. Yadda saxlayın müəllimlər. Kiçik nəfud da bilirsiniz, Səudiyyə Ərəbistanında yerləşir. Ras Tanura dəniz limanının olduğu, OPEC üzv olan, iki işıqlanma qurşağında yerləşən, Hicaz dağlarının olduğu ölkə. Yəmənlə də qaynar nöqtəsi var. Mədinə, Məkkə şəhərləri yerləşir. Bir də İslam İnkişaf Bankı Ciddə şəhərində, Səudiyyə Ərəbistandadır və yeganə yarımadada ölkədir ki, həm İran körfəzini, həm də Qırmızı dənizi görəcək. 25-ə baxaq. Asiyanın sosialist ölkələri bu Çindir, Koreya Xalq Demokratik Respublikası, Vyetnam, Laos variantıdır. Bu dillər əzbəridir. Sosialist yarımada ölkələri deyərkən Laos, Vyetnam və Şimali Koreya da düşür. Sosialist ada ölkəsi deyərkən Kubaya da düşür. Kuba. Aha. Bir də Çini də bilirsiniz. Mekong çayının keçdiyi 3 dənə sosialist ölkə deyirik də, həm Çindən keçir, həm Laosdan, həm də Vyetnam ərazisindən. Y variantı. Oldu müəllimə, sağlaşıram sizlə. Sağ olun. Ayşə müəllimə ilə davam edirik ikinci raund. Ayşə müəllimə buyurun. Bəli, müəllimə budur. Deməli, əmək ehtiyatına daxil deyil. Birinci ixtisasına uyğun iş tapmayan diplomat bu daxildir. Yay vaxtı çimərlikdə işləyən ali məktəb tələbəsi bu da daxildir. Təqaüdə çıxmış sürücü daxil deyil. Xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alaraq iş qabiliyyətini itirmiş elektrik montoru bu da daxil deyil. Yəni əmək qabiliyyətini artıq itirib də, işləyə bilməz ona görə. Bəli, sizin 7-ci sinif şagirdi də, şagird o da daxil deyil. Amma restoranda günəmimiz işləyən 20 yaşlı gənc bu daxildir. 3, 4, 5 deyəcəm. Deməli, xəritə sxemlərdə verilmiş A adasını B adasından fərqləndirən əlamətlər. A adası, bir dəqiqə mən bu Şri-Lankadır. Avstroneziya dil ailəsinə mənsub Malagasilərin yaşadığı 2000 ildə 2 işıqlanmada yerləşən ada Hind okeanında. Madagaskar. Hı -hı. O birisi Bu isə ipucu vermir.
Bu ipucu Lamington vulkanının olduğu, okeanın en hündür Hə, zirvəsi Cayanın yerləşdiyi, iki Yeni dövlətin Qvineya olduğu, olar. cənub yarımkürəsinin en büyük adası olan, Yeni Qvineya adası. bəli, Papaslar da yerli əhalisidir. İndi davam edin xüsusiyyətlərinə. Hə, birinci Madagaskar, ikinci Yeni Qvineya. Yalnız bir ölkəyə məxsusdur. Bu fərqli əlamətdir. Madagaskar Afrikaya, Yeni Qvineya iki ölkə deyəcəyik. Ha, İki bir də işıqlanma fərqləndirən qurşağıdır. bir. Aha, bir. Bəli, biri götürək. İki işıqlanma qurşağında yerləşir. Madagaskar iki işıqlanma qurşağıdır, amma Yeni Qvineya birdir. Bu da götürəcəyik onda. Bir, iki. Sonra günəşin zenitdə olma hadisəsi baş verir. Birində günəşin zenitdə hər ikisində var. Bəli, hər Deməli, ikisi tropiklər aiddir. hər ikisində var. Müəyyən Zenitdə hissəsi ola bilirsə harada tropik işıqlanma qurşağında. Madagaskar da kəsir axı. Demək kəsir. Madagaskar bəzi əraziləri tropik işıqlanma qurşağında yerləşir. Eləcə Tropikə də Yeni ikisi də Qvineyada düşür. həmçinin. Bəli, ikisinə də düşəcək. Bəli. Sonra Günəşin zenitdən dedik. Müəyyən hissəsi subekvatorial iqlim qurşağında yerləşir. Bir dəqiqə mən burada subekvatorial iqlimdə ikisi də var məncə. bəli, İkisini də ikisi deyə də bilərik. olacaq. Bu 4 oxşar xüsusiyyətdir. Bizə lazımdır fərqləndirici. 5. Aha, bütövlükdə cənub yarımkürəsində yerləşir. Ha, bu ikisi də bütövlükdə cənub Bəli, yarımkürəsində indi dedin yerləşir. ki, Cənub yarımkürəsinin ən böyük adası. Bəli. Sahilləri Bu da yalnız Afrikanın Hind ən böyük okeanı adası. suları ilə yuyulur. Biri Madagaskarı yuyur, amma Yeni Qvineya Sakit okeandadır. Mhm. Yəni burada biz Madagaskar Daha yalnız doğrusu Papua Hinddir. Yeni Qvineyanı iki okean İki suları deyəcəyik okeandır. biz. Bəli. Yalnız Bəli, həm Hind sakit, həm deməsi ilə burada pozur. 1-2-6 bəli, olacaq 1, 2, müəllimə. 6. Bəli. Doğrudur. A variantı olacaq müəllimə. 28-ə baxaq. Bir də çevirim səhifəni. Ha, buyurun. Sizin orbit müstəvisinə meyilli bucağın dəyişməsi nəticəsində şimal coğrafi qütbü ilə şimal qütb dairəsi arasındakı ən qısa məsafə 1665 kilometr olmuşdur. Buna əsasən günəş hansı ölkələrdə zenitdə ola bilməz? Birinci bunu tapaq. Deməli, şimal coğrafi qütbü ilə 66.5 ilə şimal qütb dairəsi 1665-i 111-ə bölsək, görək nə qədər eləyir o. Belə müəllim, bölməliyik də biz 15 onu. dərəcə olacaq. 15 dərəcə. Aha, Aha. 15 dərəcədirsə. Deməli, 75 olacaq. Demək, dərəcə, yəni qütb dairəsi 89, qütbdən 15 dərəcə 75. aşağıda yerləşir. 90-dan 15 çıxanda 75 olacaq qütb dairəsi. 75-lərdən olacaq qütb dairəsi. 75 qütb dairəsi tropiklərdə olacaq. 89, 15 yenə. 15. Tropiklər 15 olar. Qütb dairələri də Deməli, deyir ki, 75 olar. Sonra nə deyir bizə burada? Günəş hansı ölkələrdə zenitdə ola bilməz? Demək, Hə. 15-lərdən yuxarı götürəcək. Normalda yuxarı götürəcək. 23.5 ilə 23.5 şimal və cənub enlikləri arasında zenitdə olur. Burada tropiklərin Bəli. artıq 15-lərdir. 15 şimal və 15 cənub enlikdə kənarda olan ərazilər olmalıdır. Çünki deyir zenitdə ola bilməz. Əgər bunların ola bilər desəydi, bunların arasında yerləşən coğrafi obyektləri götürmək olar və ölkələri götürmək olardı. Artıq 15-dən və şimalda, cənubda, yuxarıda olan ərazilər. Aha. İndi deyək, hansında ola bilməz ölkələrə baxaq da biz onda. Baxın. Deməli, Senegal, Zambiya, Namibiya, Malavi. Bunlar çox aşağı. Malavi yuxarıdır. Namibiya da çox aşağı. Zambiya, Zimbabveni. Ola bilməz deyir. Daha da kənarda. Təbii ki, Namibiya kənardır da 15 şimalda yerləşmir axı. Ekvatora bir 10 şimal, Çox 15 yuxarıda şimal. qalır da. Hə, uzaqları Deməli, götürməli. aşağı Sonra B-dən Haitini silə bilərik. Elə bildiklərimizdən gedir. Omanı kəsirdisə, indi aşağı düşəcək, ücə olmayacaq. B-dən Omandan Haitini çıxsa, Yəmən bir dəqiqə. kəsməyəcək. Hə, yəni kəsməyəcək. Onda Oman qalır yuxarıda. Oman yuxarıda Haiti qalır, də Paragvay da yuxarıda. yuxarıda, Haiti də Paragvay da Botsvanada. yuxarıda. Botsvana lap Botsvana da aşağıdadır. yuxarıda. Yəni bunlar hamısı heç birində günəş zenitdə ola bilməz. B variantıdır. Məsələn, C-də hansı, məsələn, Yəmənə 15 düşər. şimala ola bilər Yəməndir, məsələn? Çaddır, onları kəsəcək. Nigerdir, Çad aşağı düşəcək. Aha, məsələn, Niger ölkəsi ola bilər ki, yaxındır da, orada düşə bilər məsələn Nigerə. Yəni Ona düşə görə bilər. biz onu götürə bilmərik. Yəni burada əsas Efiopiya düşər də. Efiopiya daha yaxındır. Daha yaxındır. Efiopiyada ola bilər. Bəli. Çili məsələn zenitdə ola bilməz. Y-də Onu məsələn götürmək olar. hansında zenitdə ola bilər? Ola bilər. Zenitə 15-ə götürsə, bir dəqiqə mənim Kubaya aşağı 23.5-dən Məsələn, Kuba Liviya aşağıdır. olmaz. Angola ola bilər müəllimə, Angola. Angola, Namibiya, Botswana. Angola yuxarı. Əslində elə bil 10 cənubi enlik keçir onun yanında, amma bəzi ərazisi düşə bilər müəllimə 15-ə, 15 cənuba. Aha, 29-a baxaq müəllimə. Burada B variantı oldu. Bəli, müəssisənin bir sutkalıq enerji sərfiyyatı 120 ton neftdir. Müəssisə 30 sutkanın 12 sutkasını yaranacaq çatışmazlığı səbəbilə daş kömürlə işləmişdir. Deməli 120 tondur. 120 ton neftdir. Bunu daş kömürə çevirsək,
30 sutkanın 12 sutkasının yanacaq. Neft Daş üzü öz 1,5-dir, əmsalına daş vururdu. kömür də 1-dir müəllimə. Öz əmsalına vurub digərinə bölürdükdə çevirəndə. Aha. 1.5-ə vursaq, deməli 120-ni 1.5-ə. 1 dəqiqə. 7.000-ə bölərsiz. 180. Bir elə 7.000-ə böləcəyik burada 180-i. Demək bura məsələ Əmsal normalda hesablayanda gündə birə bölürük, tamam, 120-dir. 180. Müəllimə 120-ni 1,5-ə vurursunuz. Neçə ton alırsınız? 180. Elə 1-ə də böləndə 180 edir. 180, 30 Əmsalına sutka fəaliyyət göstərib də, 30 sutka. 30 sutkada, yəni 12 sutkasını daş kömürlə, yerdə qalanı neftlə işləyib. Demək, əgər 30-dan da 12-ni çıxanda yerdə qalır 18 sutkanı qalır neftlə işləyib. 18. Hə, 18 180. sutkanı neftlə işləyib. Demək, nə edəcəyik biz? 18-i vurarıq nəyə? 12-yə mi? 120 tona. 120 tona. Sonra oradan neçə Aha. taparıq biz? Bir dəqiqə mən onu vuraq. 120. 18-i 120-yə vururuz. Bəli. 18-i burada 2160 ton. 2010 tapdıq. Sonra deyir ki, burada daş kömür əmsalı da 1-dir axı. Burada tələb olunan enerji miqdarını qədər də kömür lazımdır da. Burada daş kömür olan hissədə əsas neftin verdiyi enerjini daş kömürlə əvəz edək. O qədər də yəni çəkidə gərək yanacaq yandırmaq 30 lazımdır. sutkanı tapmalıyıq da mən biz burada. Elə Hə, 30 demək sutkanın biz, müddətində sərf etdik hə. yanacaq. Hə, biz tapdıq məsələn 18-i 120-yə vuranda 2160 aldınız müəllimə. Bəli. Birinci 18 sutka tapdıq 30 sutkadan. 120-ni 18-ə vurdıq 2160 aldı. Aha. Sonra orada təzədən o 12 120 tonu 12-yə vurdıq 2160 aldı. Sonra toplayandan sonra 4320 elədi. Bəli. Toplayanda 4320 Bir dəfə eləyəcək. 18 bir dəfə neftlə hesabladıq, bir dəfə daş kömürlə. Daş kömürlə. Çünki ayrı-ayrıdır da. Onlara elə Bəli, bir bəli. 30 deyəndə onun elə bir 18 sutkasını neftlə işləyib, qalanını isə daş 12-ni kömürlə. 180-ə, bir də Bəli. 18-i 120. Belə vurduk 2160, 2320 düz. Bəli, D variantı. 30-a baxaq müəllimə. Burada heç hesablamaya ehtiyac yoxdur. Sadəcə olaraq nə etmək lazımdır onu deyin. Məsələn, belə olanda nə edirsiniz? Ehtiyatı əhalinin sayına bölürdük də burada deyirsən. Bəli, ehtiyatın İndi miqdarını əhalinin sayına bölürsüz əhalinin və sayına sonra bölürsünüz. düzürsüz artma Azdan- sırasına görə. Onu sonra bölərik. Bəli, bu Otuz- sonrakı işdə vaxt gedir. 3-cü linkdə artıq. Oldu müəllimə. Ayşə müəllimədən sonra Ramilə müəllimə Tamam. buyursun. Sağ olun. Sağ olun. 31. Verilmiş bitkilərin daha çox əkildiyi ölkələri seçin. Pambıq, çəltik, buğda. Deməli, buğda mülayim enliklərin bitkisidir. Pambıq əsasən tropik mülayim, çəltik də tropik deməli. Qazaxıstanda olacaq buğda əsas idxalçı ölkədir. 1. Qazaxıstan, Ukraynaya buğdadır. Mhm. Deməli 3-ə 1-4. Sonra çəltik əsasən İndoneziya, Taylanddır. Pambıq da ki Misirlə Özbəkistandır. Bəli, Mərkəzi Asiyada pambığa görə elə Özbəkistan fərqlənir. 32-yə baxaq müəllimə. Respublikamızda yalnız 2 inzibati rayonla sərhədi olan inzibati rayonları. Yalnız 2 inzibati. Deməli Zaqatala olar. Zaqatala yuxarıdan Balakən, Zaqatala Qax olar. Yəni bu. Bəli. Sonra məsələn buradan Füzulini çıxaram. Füzuli çünki çox sərhədli. Altıları çıxaram. Şəruru seçərəm. Sərur, Sədərək, Şərur, Aşağıda da Kəngərli. Kəngərli ilə. Bəli. Kəngərli. Deməli oldu 2-5, sonra Gədəbəy. Bir dəqiqə baxım. Bir də müəllimə Ağstafa Ağstafa yuxarıdan Qazax, Ağstafa Tovuz. Bəli. Qazaxla bir də Tovuzla həm Artıq sərhəddə. 3 olacaq və 2, 3, 5 olacaq doğru cavab. Müəllimə Azərbaycanda o hansı inzibati rayonlardır ki, yalnız bir inzibati rayonla sərhəddir? Elə bunlardır da. Məsələn, Balakən Zaqatala ilə, Sədərək təkcə Şərurla, Astara desən təkcə Yox, Lənkəran idi. Astara orada yoxdur müəllimə. Astarda, Astara yoxdur. Bir də onda şey olacaq. Sədərək idi. Ordubad olar, Bax. yalnız Hə. Ordubad Şəruru Bəli. görür. Bir də Qazax olar, yalnız Ağstafanı görür. Ağstafanı görür. Aha. 33-ə baxaq müəllimə, bu hansı ölkələrdir? Deməli, bir dəqiqə baxım. B ölkəsi Hindistandır. A ölkəsi hansıdır? Kəlləqəndin olduğu. Hə, Braziliya. A ölkəsi də Braziliya. Xəritə sıxıntısının Arabiya ölkələri üçün ümumi olmayan əlaməti seçin. Ümumi olmayan. Deməli, Braziliya, Hindistan ikisi də federativdir, bunu bildik. Ərazisinin yerləşdiyi qitənin ən uzun çayı axır. Ərazisinin yerləşdiyi qitənin ən uzun çayı. Asiyanın ən uzun çayı Çindən axır, yansızı. Bu deyil. Məsələn, Amazon ola bilər, amma B-yə uyğun gəlmir.
uyğun olmayan istəyir. Onda adı da uyğun Adı da uyğun. olmayansa. Amma Hind-Avropa Hə. dil ailəsinə daxil, məsələn, O yuxarı bu Hindari olar, roman, bu Hind roman olar. ayrı. Aha, sonra Qəhvəli oxşardır yəni. şəkər hər ikisində var. Aha. BRICS-də də hər ikisi var. İki işıqlama qurşağında ikisindən də tropik, birinin cənub tropiki kəsir, birindəki şimal tropiki. İkisi də uyğundur. Bəli, iki işıqlamada yerləşəcək. 34-ə baxaq. Azərbaycan Respublikasının ərazisində yerləşən əsas nəqliyyat qovşaqlarının yerləşdiyi, bizdə nəqliyyat qovşaqları Yevlax idi. Məsələn, mərkəzi aranda Yevlaxla Mənim mərkəzi heç aramda baxın, 3 dənə nəqliyyat qovşaqları var. Hansılardır? Yevlax idi, Şirvan idi. Şirvan axı Məsələn, burada mərkəzi deyil. aranda deyil, o Şirvan Hə, salyandadır. o Şirvan Salyandaydı, hə. Mən biri Yevlax idi. Yevlax, biri hansı idi? Biri Mingəçevir. Kürdəmirdir, biri də Ağdaşdır, Ləki. Hə. Mingəçevir sənaye qovşağı idi. Hə, Bəli, Yevlaxla sənayedir, amma ki Kürdəmir. nəqliyyat qovşağı deyil. Hə. Mingəçevir. Deməli, burada Lənkəran nəqliyyat qovşağı deyil. Xaçmaz deyil, Yevlax aiddir, Şirvan aiddir, Şəki deyil, sonra Biləsuvar da aid deyildi məncə. Aid idi. Xeyr. Deyildi məncə. Deyildi, Bax, hə. əsas şəhərlər Şəki. Bakı, Şirvan, Gəncə, nəqliyyat Bəli, qovşaqları bəli. Yevlax. Düzdürmü Hı hı. müəllimə? Öyle demişik, Bəli. Azərbaycanın qərbində olan nəqliyyat qovşaqları Yevlax, Gəncədir, şərqində olanlar Bakı, Şirvandır. Məsələn, Naxçıvan Düzdür. iqtisadi rayonunda, məsələn, Naxçıvan sənaye mərkəzi olsa da, sənaye qovşağı olsa da, amma nəqliyyat Culfa, qovşağı Ordubad. Culfa olacaq. Aha. Orada Culfa. sənaye qovşaqları 3 dənədir də. Culfa, Ordubad, Naxçıvan. Mhm. Sonra Son sözü 35-ə ilə baxaq. saxlamışdım onu mən. Hı. Xəritə sxeminə əsasən rəqəmlərlə verilmiş coğrafi obyektlərin hansının yeri səhv göstərilmişdir? Deməli, bura Qırmızı dənizdir. Orada 3 Suveç kanalı, 3 tane Suveç körfəzi Mhm. ola bilər. Bir Suveç kanalıdır, doğrudur. Bir burada 4 düzdür, Nasir Süveyş su. kanalıdır, bu Süveyş körfəzidir, 3 olan. Aha. Sonra Sonra 2 Nasir su anbarı. Nasir Misirlə Sudanın ərazisindədir. Nil çayı üzərində Aşağılardaydı, olar da, Nil yuxarıda burada olar. deyildi. Hə, Burada həm də olar. şu şimalda da deyildi, düzdür. Mhm. 4 Əkəbə körfəzi doğrudur, 5 Qırmızı dəniz doğrudur. Deməli o 2 səhvdir. 4 doğru, Su 5 anbarı də olan. qırmızı. Mən bu Əkəbə körfəzi vasitəsilə hansı ölkədir okeana çıxışını təmin edir? Əkəbə mənim o birisi tərəfdə Afrika deyil, İsrail. İsrail? Konstitusiyalı İsrail, monarxiya orada ölkəsidir. çıxışı var. Orada İordaniyadır, Bəli, konstitusiyalı İordaniya monarxiya. olacaq. Bəli, Hə, İsrail onsuz da 2 okeana çıxırdı. bəli. 36-ya baxaq. Səyyah şimal istiqamətində 6660 kilometr hərəkət etdikdən sonra 21,5 bir dəqiqəsini tapacağıq da və yaxud da ki 60 bir dəqiqəsini saatı tapın elə. tapaq, 60-ı tapaq elə, hə, rahat olsun. 60 90-a vurulsun. əgər bu rəqəmdirsə, yəni 1921,5-dirsə, görürsən 60 dəqiqəyə nə qədərdir? Bölünsün. Müəllimə elədi 1281, 1281-də 40 şimal enliyinin 1 saatda getdiyi yoldur. Yəni Bakı şəhərində deyirik də Həmin biz o ona. 40 şimal enliyi olsun, cənub enliyi Deməli bu olsun. Onun qiyməti hə, 1 dərəcəlik qüssun uzunluğu nə qədərdir? 85,4. 1 dərəcəsi 85,4. Deməli bu şimal istiqamətində gedibsə, bu belə çıxır ki, 20 cənub enliyindən gedib ki, 20 cənub enliyindən çatıb 40 şimal enliyinə. Demək bu ekvatordur. Burada olsun 20 cənub enliyi. Demək 20 cənub enliyi nə qədər gedib? 60 dərəcə. Yəni deyir 60 ki, gedib. şimal istiqamətinə 62 hərəkət eləyəndə gəlib çatır o 40-a, yəni. O hansı enlikdir? Yəni həmin bu 20 dərəcə enlikdir ki, şimala gedəndə gəlib 40-a çatsın. 40-a çatsın. Onun hərəkətə başladığı coğrafi enliklə, yəni 20 cənub enliyi ilə il ərzində günorta vaxtı günəş şüaları minimum düşmə bucağı 66 olduğu coğrafi, deməli ekvatoru deyir də, Minimum düşmə bucağı 66,5 ekvatordur, bəli. Ekvatordur. Deməli günorta vaxtı minimum 66 olan coğrafi enlik arası ən qısa məsafənin Yəni 20 miqyası. cənubla ekvator arasında məsafə nə qədərdir müəllimə? Təhrifi soruşur. 2220 kilometr. 2220 kilometr budur. Yox, əvvəl tapın da mən. Demək ekvatorla 20 cənub enliyi arasında 20 var. 20 dərəcə var. 20-ni vururuq 111-ə məsafəni tapırıq. 2220 eləyir. İndi bizdən təhrifi soruşduğuna görə buradan 5 sıfırı silirik. Eləyir nə qədər? 400.
vurulsun xəritə məsafəsi 6,2. 6,2. Elədi 2480. Bu həqiqi məsafədir. Bizim o yəni miqyasa görə olan məsafədir. Amma meridiana görə olan məsafə də 2220 idi. Burada təhrifi də çıxanda 260 eləyir. Bəli, cavab 260 olacaq. Yəni D variantı. 37-yə baxaq. Səfər yolunun keçdiyi inzibati rayonları müəyyən edin. Zəfər yolu deməli Qarabağ iqtisadi rayonunda idi. Füzulidən başlayırdı. Füzuli, Xocavənd, Xocalı, Ağdama gedir də, Ağdam var idi orada, Xeyr, Ağdam, Şuşa. 4 dənə olacaq müəllimə, 4 dənə. Füzuli, Xocavənd, Xocalı, Xocalı, Şuşa. Şuşa. Şuşada Xocavənd, dayanırdı. Şuşa. Yəni burada cavab B variantıdır. Və Zəfər yolunun keçdiyi heç bir inzibati rayonun Ermənistanla sərhədi yoxdur. Yalnız Qarabağ Yox. iqtisadi rayonundadır bu yol. Yəni Şərqi Zəngəzura aidiyyatı yoxdur. Nijnoq, mən bir dəqiqə mən bu sual biraz çətin oldu. Perm. Müəllimə rəqəmlərə Yox. baxın, o diyarlara, Bir vilayətlərə dəqiqə, baxmayın. müəllimə, bu olacaq 1, 2, 3 də olacaq. Xəritə çünki elə yadımda qalıb. Yox müəllimə, 1-2-3 Başqırdistan, deyil. Tataristan, Çuvaş. O deyildi, yan-yana düzülənlər. Başqırdistan, Tataristan, Çuvaş, düzdür müəllimə. 6, Yəni 4, burada 2. bu olacaq. Çuvaşa 2-dir, 4. 2, 4, 6. Tataristan, Bunlar 6 belə yan-yana Başqırdistan. gəlir deyə. Yoxsa mən uzunlamasına yadımda saxlamışam. Hə, bu böyük olan Başqırdistan idi. Sonra Tataristan idi 4. 2 də Çuvaş idi. Mən bunu niyə səhv saldım? 2, 4, 6-dır. Bəli. Sonra 39-a baxaq. Bakı, Sumqayıt, Abşeron. Deməli, Tağıyev 2-yə Tağıyev, dəqiqə. Tağıyev Sumqayıta aiddir da, Nasosna qəsəbəsi. Deməli, Tağıyev, Ceyranbatan, Buzovna, Corat, Lökbatan, Saray. Tağıyevlə Saray Sumqayıta aid olar. Saray yoxsa Abşerona aiddir. Tağıyev düzdür, Corat. Sumqayıta aiddir. Tağıyevlə Coratdır. Corat. Corat olacaq, düzdür, Sumqayıta. Corat Aynen Sumqayıta deyil, aiddir. Sumqayıtdır. Sonra Ceyranbatanla Saray Abşerona aiddir. Sonra Buzovna ilə Lökbatan da Bakı şəhərinə aiddir. Bəli. 40-a baxırıq. Buyurun. Süni və sintetik materiallar və kimyəvi lif kimya sahəsinin hansı sənayedir? Kimyəvi lif və deməli əsas süni və sintetik materiallar polimerlərdə idi da deyəsən, yoxsa Bəli, əsas kimya polimerlər deyil, kimyasında da doğrudur. mədəndə deyil, Duz polimerlərə məsələn aid idi. əsas kimyaya aiddir, yoxsa mədən kimyasına? Duz əsasda, duz mədən kimyasına Birinci aiddir. hər ikisində var. Həm əsasda, həm mədən kimyasında. Hə, Belə. üzvü